Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Kimin mədə-bağırsaq sistemində problemi varsa, qaz, şişkinlik, həzmsizlik, ishal, qəbizlik kimi problemləriniz varsa, ekrana yaxın əyləşin. Çünki bu mövzuda çox güvəndiyimiz həkim qonağımız artıq studiyamızdadır və biz söhbətimizə başlaya bilərik. Belə ki, Ay Həkimin bugünkü qonağı gastroenteroloq endoskopist doktor Bəxtiyar İsmayılovdur. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə. Gastroenteroloq kimdir? Gastroenteroloq endoskopist kimdir? Bir-birindən fərqi nədir? Can həkimi kimdir? Terapevt kimdir? Hepatoloq kimdir? Gastroenteroloq mədə-bağırsaq sistemi ilə xəstəlikləri və diaqnostikası ilə məşğul olan həkimdir. Endoskopistlər isə həm gastroskopiya ilə, həm kolonoskopiya ilə həmin orqanların, xəstəliklərin diaqnozunu qoymaq üçün məşğul olan həkimdir. Hepatoloq isə sırf qaraciyər xəstəliklərlə məşğul olan, can həkimi də Azərbaycanın elə bir terapevt. Bəli, ailə həkimi də demək olar, terapevt də demək olar. Mədə-bağırsaq sistemi xəstəliklərlə məşğul olan həkimlər gastroenteroloq kimi tanınır. Biz də həmin sayın xəstəliklərlə məşğul oluruq. Amma hər gastroenteroloq da endoskopiya eləmir, yəni gastroskopiya, kolonoskopiya etmir. Bu endoskopiya ilə məşğul olmaq üçün xüsusi təlim keçməlisiniz. Həmin ona uyğun olaraq, çünki bunlar hamısı xüsusi məşqlər, təlimlər, bunlar təhsildən keçən bir şeylərdir. Onun üçün biz, məsələn, mən olaraq Türkiyənin başkənd şəhərində, Adana şəhərinin Başkənd Universitetində gastroskopiya, kolonoskopiya üçün xüsusi eğitim keçmişəm. Yəni bunun xüsusi tədris təlim proqramı var ki, ondan sonra ancaq icazə verir ki, siz gastroskopiya, kolonoskopiya edəsiniz. Çünki gastroenteroloqlar, yəni endoskopiya ilə məşğul olan və yaxud da terapevtlər hər hansı bir şikayətlərlə müraciət edirsə ki, məndə mədəmdə ağrılar, yemək qidalanan zaman, ac olan zaman ağrılar, həzmsizlik, şişkinlik, xroniki qəbizlik, xroniki ishal olan xəstələr, çünki bunun diaqnozunu qoymaq üçün xüsusi olaraq endoskopistə müraciət edir. Endoskopistin isə işi mədə-bağırsaq sistemini görüntüləmək və diaqnozunu qoyub yenidən həmin xəstəni ya terapevtin və ya da hepatoloqun üzərinə göndərmək. Bunun üçün dünyada qəbul edilmiş qızılı standart sayılır. Yəni burada ən dəqiq diaqnoz bu sayılır. Çünki biz lazım olanda mədə-bağırsaq sistemində biopsiya alırıq, lazım olanda onun iç təbəqəsini, görüntüləməsini tam olaraq pasiyentin məlumatını veririk. Yəni bizim gözümüzdən qaçırsa hər hansı bir diaqnostik olaraq, demək ya görüntü olaraq aparatın, yəni belə edək, alətin görüntü olaraq zəif olması bizim gözümüzdən qaçırda bilər. Bir də həkim diqqətsizliyi. Yəni burada hər işinə diqqətli olan, yəni müasir aparatlarla işləyən həkimlər və yaxud da diqqətli olan həkimlər və mədə-bağırsaq sistemi, yəni biz ilk öncədən kolonoskopiya edəndə xəstələrə bağırsaqların təmizlənməsi üçün xüsusi dərman veririk. Əgər o doğru düzgün içməyibsə, təmizləməyibsə, hər hansı bir nəcis kütləsi mayenin altında həmin seyirli qışanın iç təbəqəsini görməyə bilirik. Yəni bizdən asılı olmayan səbəblər odur. Bəzən də görürsən çox xırda poliplər falan ola bilir ki, kütlənin altında gizlənir. Ondan xaric, yəni diqqətli olan, işinə diqqətli olan mədə-bağırsaq sistemi haqqında %100 dəqiq məlumat verir. Bu dünyada qəbul olunmuş, yenə deyirəm, qızılı standartdır. Bundan o tərəfi yoxdur. Amma xəstələrin də ən qorxduğu müayinələrdəndir də. Deyəndə ki, gastroskopiya deyir, ay doktor, yox, mən zond uda bilmərəm. Yəni nə deyirsən, deyir, bir dənə zond ud demə mənə, gedim rengenə, nə bilim, mel içim, orada baxsınlar və s. İndi müasir gastroenterologiyada müasir endoskopistlər yəni hansı avantajları var? Mən bildiyim qədərilə elə bütün xəstələri yatırılıb gastroskopiya, kolonoskopiya edirsiniz. Ən böyük avantajımız xəstələrin, yəni el arasında narkoz deyilir, ancaq bu sedasiyadır, damar yolu ilə xüsusi dərmanımız var, onu yatızdırırıq.
dərman yeridirik və ondan sonra pasiyent yatır. Bu heç hiss eləmir. İstəsəniz də, yəni nə səsimizdə eşidir, nə bizim müayinəmizdə eşidir, nə alətimiz özünü görür, hərəkətini hiss edir. Yəni burada heç bir ancaq məsələ nədir? Bəzən xəstələr qorxaraq, yəni düşünürlər ki, biz orada endoskop, çünki Allahın yaratdığı yoldan, xüsusi olaraq ağızdan giririk, odaqdan qida borusunun içinə keçərək mədəsinə, o kimi bağırsağına baxırıq iç təbəqəsinə. Bu qastoskopiya, kolonoskopiya anusuna, arxa kəcətədən keçərək demək olar ki, metr yarım, yəni qaraciyərin altı, sağ qalça çuxuruna qədər bütün sahədə baxılaraq onun sonra dəqiq bir söz deyirik. Ancaq bu rentgenoloji müayinələr bəzən görürsən xəstələr qorxur, deyir mən mel için, mel falan. Çünki biz lazım olanda melin rentgenoloji müayinəni, yəni mel içərək rentgen görüntüləməsinin üstün çatışmayan cəhəti odur ki, o tam dəqiq iç təbəqəsini göstərməyə bilir. Biz lazım olanda helikobakter testi götürürük, oradan parça götürürük, lazım olanda biopsiya edirik, lazım olanda polip kəsirik. Yəni girmişkən polipləri də kəsmək olur eyni anda. Eyni vaxtda həmin işlərə görə. Eyni vaxtda mədə-bağırsaq sistemi hər hansı bu qanama nöqtələri varsa onları yandıra bilirik. Ancaq rentgenoloji müayinədə bunlar eləmək olmur. Belə deyək, rentgenoloji müayinə tam da belə deyək, gastroenterologiya sahəsində tam da xaric olmur. Çünki qida borusu daralmaları, hər mədənin 10 km bağırsaq keçən pilorkaların bəzi daralmalar olanda biz onu hiss edə bilirik. Ancaq dəqiq diaqnostikası üçün kontrastlı maye çizdirib, ondan sonra rentgen daha bizə böyük informasiya verir, nəinki biz. Yəni bir dənə demək olar ki, bir dənə üstünlük onun üzərində qalıb. İnsana yəni qorxmaq lazım deyil. Bu qorxmaq bilsiz işin pis tərəfidir. Çünki insan qorxduqca xəstəlik orada dərinləşir. Erkən mərhələdə biz polipi aşararsa, erkən mərhələdə xərçəngi aşararsa, bədən hər hansı bir yerinə yayılmasa, metastaz verməsə, biz nə olacaq? O həmin hissəni ya bizə aid olan hissəsi poliplər kəsildi. Çünki 3 növ poliplər var ki, bundan sonda gedib xərçəngiyə gətirib çıxardır. Ancaq biz onları xaric edəndə adamın xərçəng olma şansı sıfıra bərabərdir. Deyək ki, erkən mərhələdə bir xərçəng inkişaf edir. Bədəndə həmin nahiyədə inkişaf edib, biz onu erkən mərhələdə aşaradıq. Hər hansı bir orqana metastaz verməyib, deyək ki, bağırsağındadır. Bu bağırsaqlar əməliyyat olunub, ağza tikilir. Yenə də xilas olunur. Anastomoz qoyulur, yenə də xilas olunur. Mədənin bir hissəsi kəsilərək, yəni əməliyyat olunur, yenə də adam bundan xaric olur. Yəni mənim praktikamda bu sahədə daha çox aşkarlanıb. Yəni mən hərdən düşünürəm ki, bu praktikamızda gəlir bir təsadüf şikayətlə. Yəni adam gəlir ki, hərdən görsən qan gəlir, heç aidiyyəti olmayan şikayətlər, yaşına baxırsan. Çünki yaş çox önəmlidir. Məsələn, 40 yaşın üstü, 40-45 yaş, yəni qastoskopiyada 45 deyirik, kolonoskopiyada 40 deyirik, əvvəllər dəyişik olurdu. Onların üzərində olan insanlarda olma şansı daha çoxdur. Yəni onkoloji olma, polip olma şansı daha çoxdur. Məsələn, dünya praktikasında Yaponiyada, məsələn, Koreyada 40 yaşın üstü olan insanların sığortası yenilənmir. Deyirlər sən geç bundan, ondan sonra kolonoskopiya, qastoskopiyadan çox sonra sığortanı yenilənir. Məqsəd nədir? Məqsəd odur ki, insanlar sağlam nəsil formalaşdırsın. Yəni vaxtında doğru diaqnoz qoyulsun ki, doğru düzgün qoyulsun. Məsələn, yay keçən 2024-cü 2 həftəlik praktikada Koreyada olanda orada xəstələrin demək olar ki, 75, 80, 85 yaş üstü xəstələridir. Ancaq erkən mərhələdə tarixçəsinə baxsa, erkən mərhələdə polip olub, kəsilib, erkən mərhələdə xərçəng aşkarlanıb. Çünki burada məqsəd xəstənin ömrünü uzatmaq. Bizdə erkən mərhələdə olanda həkimləri yığırlar ki, baxın, nə tez tapdıq bunu. Xaricdə isə 3-cü, 4-cü mərhələdə olanda çağırırlar ki, gəlin, baxın, bu maraqlı bir pasiyent var ki, gecikdirib. Təbii ki, vaxtında müayinə həyat qurtarır, doğrudan da bunu boşa demirik. Belə bir sual verəcəm sizə, Bəxtiyar doktor. Ola bilərmi ki, bu poliplər yenidən yaransın və kimlər risk qrupundadır? Bu poliplər, əgər biz hər hansı bir nahiyədə deyək ki, bağırsağın bir enəli hissəsində, qalxan hissəsində bir polip aşkarısınız, onu birinci histoloji olaraq əkilməyə göndərir. Histoloji nəticəsinə asılı olaraq 1 il, yəni 1 ildən sonra, çünki onu həmin nahiyədə ola bilər təkrarlansın, ola bilər ki, bağırsağın başqa bir yerlərində olsun. Biz o xəstələri kontrol nəzarətdə saxlayırıq. 1 ildən sonra təkrar yoxlayırıq. Əgər 1 ildən sonra yenə polip çıxsa, yenə təkrar bilir. Deyək ki, 1 ildən sonra hər şey qaydasındadır, ondan sonra 3 il, 3 ildən sonra 5 il. Yəni, belə nəzarətdə saxlayaraq gedir. Çünki təkrarlama riski böyükdür. Bu bir dənə də məlumat sizə verim ki, bir polipin sıfırdan onkologiyaya keçməsi üçün
Çünki 5 il, 10 il, ortalama 8 il vaxt lazımdır. Biz onu həyatımızın ikinci, üçüncü ilində aşarıyıb onu endoskopik olaraq, invaziv olaraq Likvidasiya kəsib xaric ediriksə, o adamın xərçəng olma şansı yoxdur. Bir Bir də də irsiyyətin rolu var. o sualı verəcəkdim ki, deyək ki, bir insan gəldi 40 yaşında, kolonoskopiya olundu və polip aşkarlandısa, onun ailə üzvləri, valideynləri, deyək ki, bacı, qardaş hamısı keçməlidirmi kolonoskopiyada, mütləqdirmi, yoxsa burada da şikayətlərə bağlı baxmaq lazımdır? Burada irsiyyətin rolu çox böyük rolu var. Əgər valideynlərində bir polip aşkarlanırsa, onun uşaqlarında, bacı qardaşlarımıza, deyək bizə müraciət edən pasiyentə, əgər biz polip aşkarlayırsa, onun bacı qardaşında və uşaqlarında olma riski normal valideynlərində polip olmayan insandan daha çoxdur riskdir. Burada məsələ o demək deyil ki, məsələn, onkologiya olan xəstənin sabah uşağı da onkologiya olacaq. Məsələ bundan deyil. Riski böyük olduğuna görə onlar daha çox, daha risk qrupunda olduğuna görə həkimə tez-tez müraciət etməli, davamlı şəkildə özlərini yoxlatmalıdır ki, Yəqin ki, həm də həyat tərzi dəyişiklikləri vacibdir. Polip üçün həyat tərzi çox rol oynamır. Onkologiya üçün. Deyək ki, valideyndə onkologiya varsa? Onkologiya varsa, belə deyək ki, məsələn, qida borusu xərçəngləri üçün uzun müddətli mədə turşuluğunun, mədə möhtəviyyatının qida borusuna doğru qaçması nəticəsində zərər, refluks, yəni belə deyək, refluksda mədə turşu yuxarıya doğru qaçması, bu da 1 gün, 3 gün, 5 gün məsələsində illərlə davam eləyirsə, orada baret hüceyrələri əmələ gəlir, onkologiya çevirmə riski böyükdür. Əgər valideyn belə ki, alkohol qəbul edir, spirt içki qəbul edir, evdə belə deyək də turşunun, acının, stiotu, tomatlı şeylər, bola-bol, kofenin bola-bol istifadə edirlərsə, yəni əlbəttə bu da belə gedib sonda o dəvətnamə göndərir. Hədə yəni dəvətnamə göndərir ki, bizim də məqsədimiz odur ki, insanlara ayıldasan ki, yəni bu sizi uçuruma aparır. Çünki reflux xəstəliyində tək ondan bitmir ki, uzun müddətli reflux xəstələrində qida borusunu mədəyə keçən sfinkter və sfinkter zədələndən sonra mədə möhtəviyyatı rahat bir şəkildə qida borusuna hərəkət edir. Xəstələr rahat bir şəkildə hava çıxardır, yəni gərmələr falanlar olur. Bu ondan bitmir. Ondan sonra nə olur? Depression vəziyyət yaranır, insanlardan qaçır, falan olur, asosiallaşır. Yəni məqsəd budur. Sonra mədə möhtəviyyatının yan təsirləri qalxandan sonra qida borusunda yaralar, xoralar, eroziyalar əmələ gətirir. Çünki qida borusunda qələbi mühitdir, mədədə turş. Bəli, insan mədə belədir ki, mədə turşuluğu mədənin özünə ziyan eləmir. Ancaq qida borusunda özünü qoruma mexanizmi var. Qida borusunda o mexanizm yoxdur. Yəni bir gün, bir dəfə, 2 dəfə, 3 dəfə normal gündə olur bizdə. Bu hal olur. Bizim qəbul etdiyimiz maye, bizim qəbul etdiyimiz ağız tüpürcəyimiz onu neytrallaşdırır. Ancaq biz onu davamlı şəkildə eləsək, o bariyeri pozur və böyük yaralara ən çox uzun müddət təsir etsə, böyük baret hüceyrələrin əmələ gəlməsi, yəni adenokarsiomaların gəlməsinə gətirib çıxardır. Maraqlıdır. Və bir də mədə qida borusunda damarların genişlənməsi problemi var ki, bu problemlə məşğul olan az saylı həkimlərdən birisiniz. Mən bu xəstələri eksperimental cərrahiyyə institutunda Topçubaşov adına interni olanda görmüşdüm. Hətta orada belə bir hadisə olmuşdu ki, xəstə ağır vəziyyətdə gəlmişdi. Gastroskopiya etmişdilər və pasiyenti qanamadan itirdilər və sonra dedilər ki, sənin mədə qida borusunda varikoz genişlənmə var idi və bunu bilməyib gastroskopiya etmək olmazmış, bilmirəm. Burada necə təxmin edirsiniz və ya yoxsa olarmı gastroskopiya həmişə etməkdir? Mən danışdığım 20 il öncə olub. Bəlkə o vaxt indiki gastroskoplar olmayıb. Doğru. Çünki son bir 10-15 il ərzində daha çox Azərbaycanda çox az sayda həkimlərimiz məşğul olurlar. Məşğul olmaq nədir? Bu siroza bağlı bir narı, qaraciyər sirozuna bağlı, yəni onda yarama səbəbləri deyək ki, hepatit B-dən, C-dən, D-dən, içki, alkola bağlı, bunlara bağlı, yəni piylənməyə bağlı siroz olur xəstələrimiz. Sirozun fonunda qida borusu damarlarında varikoz varislər, qida borusu varisləri əmələ gəlir. Bunların damarları çox böyük olur. Bizim məqsədimiz bunun ən son mərhələdə olan, yəni bunları dəyərləndirmə endoskopik olaraq 3 dərəcəyə bölürük. Ən son dərəcədə bunların üzərində damarlar getdikcə nazilir.
naziləndə bunlarda kəskin formada qanama olur. Qanama Profuz qanama verir. Profuz qanama verir. Yəni belə deyək də bizdə fontan Fontanla, kimi qanayır. aha. Hə. Yəni xəstələr buradan 1 metr məsafəyə qədər belə qanaya bilir. Onlar litr yarım qan itirə bilir. Bizim məqsədimiz odur endoskopistin. O vəziyyəti görəndə həmin damarları bağlamaq. Biz o damarları bağlayanda gələcəkdə o xəstələrin qan itirmə şansını nisbətən azaldıraq. Deyirsiniz, niyə nisbətən? Çünki bu problem qaraciyərdən yaranır. Qaraciyər müalicəsi ilə məşğul olmursa, yəni mən bağladım, deyək ki, mən işimi gördüm. Nə ilə bağlayırsınız onu? Hə, xüsusi elastiki endoskopla giririk. Endoskopun üzərinə, ön tərəfinə xüsusi rezin həlqələri var. Həmin həlqələrini atsos edib, yəni sonra olaraq və onu altdan bağlayırıq. Müəyyən bir müddətdən sonra təzyiq düşür. Təzyiq düşəndən sonra o bant düşür qarın boş, yəni mədəyə, oradan da xaric olub gedir. Yəni bu xüsusi onlara diyet verib 5 gün, 7 gün qidalama rejiminə riayət eləsinlər. Çünki bizim məqsədimiz odur ki, qida borusunda o damarların yolunu nisbətən bağladığımıza görə onlar da sərt qidalardan imtina eləməyi deyirik. Yəni duru şəkildə qida qəbul eləsinlər. Bu belə bir şey. Yəni yenə də əməliyyat deyək ki, bu işi biz gördük. Bir də sizin sualınızın cavabını deyim ki, qanayan xəstələr də bizə müraciət edir. Biz qanayanda elə bir girir, həmin nahiyəni təmizləyirik, atsos eləyirik, qanı götürürük, plan eləyirik. Onda qanayan nöqtədə belə deyək, gözə yara. Gözə yara elast bantlarımızı atırıq. Qanayandan sonra xəstə Koagulyasiya eləmək olmaz. Yox. Ancaq bantla bax. Çünki koagulyasiyanın onun öz damarın divarı çox nazikdir. Yəni elə bir mexanizm ancaq bağlamaqla. O xəstənin bizə gəlib çıxmağa, bizim belə briqadan toplanmağa falan eləmək bizdən çox reanimasiya gedir xəstələr. Qan itkisinə bağlı olaraq. Ona görə bu profilaktik məqsəd daşıyır. Yenə də bu işin birinci başında qaraciyər xəstəliyi durur. Yəni biz işimizi gördük ən yüksək səviyyədə. Əgər pasiyent gedib qaraciyərin müalicəsini dayandırırsa, nə bilim yenə də köhnə qaydada içki içirsə, pillənməsi davam edirsə, hepatit B-nin, C-nin müalicəsi ilə məşğul olmursa, bu yenidən yarana bilir. Mən eşitdim ki, son illər bu Ozempik istifadəsindən sonra bu reflüks şikayətləri ilə gələn insanların sayı çoxalıb. Yəni çünki yan təsir, əlavə təsir olaraq bu göstərilir. Sizin təcrübənizdə necə? Yəni mədə-bağırsaq sistemi xəstəliklərinə baxsaq əgər son ildə bu xəstəliklər daha çox rast gələn, daha artıb dediyiniz varmı? Obezite dediniz də? Yəni yox, Ozempik iynəsi var ki, obezitəyə görə vururlar onu. O iynəyə bağlı olaraq, onun əlavə təsiri olaraq reflüks ezofagit yaranır deyirlər. Burada reflüks ezofagiti reflüksı artıran ən çox bizim qəbul etdiyimiz iynələr, dərmanlardan çox xəstənin həyat şəraitidir. Yəni məsələn normada belə deyək də siz diyetoloqsuz. Bizə də gələn xəstələr məsələn bizdə mədə-bağırsaq xəstəyin kimi gəlir bizə. Yəni adam sağlam mədə-bağırsaq xəstəsi bizə gəlmir ki, siz diyetologiya gələndə siz sağlam xəstələrlə məşğul olursunuz da. Ancaq bizə xəstə yəni belə deyək problemi olan xəstələr gəldiyinə görə burada məqsəd onun qida rasionundan turşunu artıran qidaları çıxartmaq lazımdır. Turşunu artırmısa soğan, sarımsaq, limon, sirkə turşusu, zəncəfil, zəncəfillə çox dəraltı bit toxumasını deyir, zəncəfillə istifadə edirlər. Sonra kofelər, birbaşa reflünün artıran kəskin formadır. Belə kofe istənilən kofenin bir növ, istəyirsiz 3-ü birindən olmur, istəyirsiz 8-i birindən. 3-ü birində birində deyil, 23-ü birindədir o. Qarışır. Yəni onlar belə mədə turşunu artırır. Burada yemək rejimi çox rol olur. Məsələn, adam var, yemir, gündə bir dəfə yeyir. Bu özü bir yanlış qaydadır. Az tez yeməlidir. Çox yağlı yeməklərdən uzaq qaçmalıdır. Yağlı yeməklərdə, yəni burada ətin yağlılığından söhbət getmir. Yeməyə istifadə olan yağdan söhbət gedir. Bunlar nə olur? Mədə normada hərəkətli, belə deyək ki, normada belə hərəkət edirsə, daha sürətli hərəkət edir. Yağlı olanda qida, mədənin əzələlərinin aktivliyi yavaş-yavaş olur. O da uzun müddət mədədə qalır qida və parçalanma nəticəsində başlayır mədə turşulu və xəstələr ağızda acılıq, acı su gəlmə olur. Yatmaq rejimi çox önəmlidir. Gecə yeyib yatmamalıdır. Ən azı bir 2 saat, 2-3 saat intervalında. Burada şərt yeməkdən söhbət getmir. Yəni
bişirəcəyimizə dolmadan, aşdan falandan söhbət getmir. Burada məqsəd qəbul olunan qidadan. Məsələn, adam saat 7-də yeməyi yer, deyir, ondan sonra mən yemək yemirəm. Burada şərt deyil, 8-də, 9-da, 10-da əgər bir tortla çay içirsə, turşuluğa atıran meyvələr daha çox istifadə edir, çərəz, bunlar istifadə edirsə... Alma yeyə gedir, girir yatağına, çox vaxt. Hədə bunlar, səhər də durur, ağzımda acılıq, ağzım zəhər kimi, falan kimi. Çünki normada biz o xəstələr başının altında yastığı hündürdə qoymaq məsləhət. 45 dərəcə deyir. Bəli, bəli. 45 biraz çox olar, 30 dərəcə çox boyun ağrıları olur onda. 30 dərəcəyə kimi deyir. Məsələ nədir? İnsan ayaq üstə duranda mədə turşulu burada qalır. Ancaq uzananda daha irəliyə doğru, geriyə qayıdır. Yəni turşuluqla biz mübarizə aparmağın birinci növü mən dərmanlar yox, insanların həyat şəraiti. Yəni siqaret qida borusu sfinkterinə birbaşa siqaretin tüstüsü təsir edir. Siqaret çəkənlər də kifayət qədər çox, içkilər. İndi də veyplər dəvəm edir. Az idi siqaret, bu elektron siqaretlər. Elektron siqaretlər. Bu mövzuya da toxunarıq, çünki bizim sırada reklamlarımız var. İcazənizlə mən sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Və Ştadanın növbəti preparatını sizə təqdim etmək istəyirəm. Vitaprost. Xroniki prostatik və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemlərdir. Vitaprost prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Vitaprostun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Vitaprost kişi sağlamlığı vacib olduqda istifadə etmədən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi Dr. Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müalicəvi idmanla xilas ola bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlara baxaq, sonra söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.